üzərində təsir buraxacaq. İkincisi, gələcək bir çox mərsizlik çoxalacaq. Özəlliklə insan təbii. Yəni, əvvəl belə deyək, torpaq əgər bu Urmi gölü qurusa, bu Azərbaycanın, Cənubi Azərbaycanın torpağı demək olar ki, məhv olur. Məhv olacaq. Yəni, ehtimalı var ki, məhv olmaya? Yəni, uzun bir zaman içərisində sorarsa ehtimalı yoxdur. Yəni, gərək olar. Yəni, yolu burada bir ağıl işi var da. Burada sənin duzun var, yelin var. Yəni, bir duzun daşınması üçün nə lazımdır? Yel lazımdır. Bunu daşıyacaq. Bir yerdə əkin, sağlam bir ziraət qura bilmən üçün əkmən lazım. Yeri duzlu olmaması lazım. Yel var, duz var, ziraət var, daşınacaq, qoymayacaq kəsən. Burada bir-birinə bağlı məntiqsel bir şey var da. Məntiqlə baxırsan, cavabı görürsən yəni. Bəs torpaq olaraq Azərbaycanın torpağı məhv olur. Amma orada insanlara necə bunun, yəni fiziki olaraq sağlıqlarına nəzərəllər olacaq? İndi fizikə gəlmədən öncə bir şeydir. Əsas ümumiyyətlə insanlara zərəri. İnsanlara zərəri nə olacaq? Fizikə gəlmədən, fiziki də deyim də, indi baxın, bu nə olacaq? Bunu bir dairə, Urmiya şəklinin ətrafında dairə dedik ki, bu dairənin mərkəzinin, Bohranın mərkəzindən ətrafa yayılacaqdır. İlk öncə Bohranın mərkəzinə yaxın nöqtələrdən göçlər başlayacaq. Göçlər ayrı nöqtəyə. İnsanlar köçəcək oradan gedir. Əlbəttə göçəcək. Baxın, şeydə bizdəki nüfus, yəni metr mürəbbiyə düşən nüfus sayısı izafə, Aralda nüfus sayısı az, bilirsiniz də, Qazaxıstanın nüfusu, Özbəkistan nüfusu az. Amma o azlığına rağmen 2 milyon insanın göçdüyü söylənir oradan. Göçlər başqa nöqtələrə getdilər. Yaşam imkanı olmadığı üçün. Yaşam imkanı olmadı, ayrı nöqtələrə getdilər. Bizim insanlar göçməyə başlayacaqlar. İki növ göçlə qarşı-qarşıya qalacaqlar. Birisi uzaq məsafələrə göçüb, Tehrana, İsfahana, nə bilim, İranın başqa nöqtələrinə göçəcəklər. Bu az qisməti gedəcək də. Orada bu göçə imkanı olmayan nə edəcək? Axı, bu Bohranın olmadığı yerə daşınacaq. Olmadığı yerində nüfus artışı olacaq. Nüfus artışı nə olacaq? Oradakı əraziyə istifadə elədiyimiz ziraət yerlərinə, əkin yerlərinə duzun əlavə, ayrıyətən insan fişarı çox olacaq. İnsanın oradakı təxrib gücü daha artacaq. Çünki insanın oradakı qida maddəsinə, məvaddə qəzaisinə nüfusun artışından dolayı daha çox ehtiyac olacaq. Yəni, bizim əkin yerlərimiz duz daşınmasını dedik ki, duz daşınmasının yanı sıra baskı, torpaqda canlıdır. Torpaq, baskı uyğularsan torpaq zəiflər, insan kimidir. Torpağın üzərində gedərsən, 2 dəfə əkin əkərsən, torpaq 3-cü əkini sənə az verər. Nəyə niyəcək? Şiddət daha izafə olacaq əkin alanlarımızda. Əkinə uyğun olmayan yerlər bu səfərki ehtiyacdan dolayı əkilməyə başlayacaq. Bu önəmli bir məsələdir. İndi gedəcək burada fiziki cəhətdən sağlıq elmi uzmanları tərəfindən, mütəxəssisləri tərəfindən nümunələrlə təhqiq edilməsi vacib məsələlərdən biridir. Amma yenə də başqa yerdən biz baxırıq, Aral gölünün ətrafında bu hadisələr üz verdikdən sonra yenə niyə tez-tez təkid edirəm buna? Aral gölündəki bizim duz şərtimiz olmamasına rağmen Aral gölünün ətrafında uşaq ölümləri %30 kimi bir artış göstərdir. Yəni uşaqların ölümü, sekticənin çoxaldı, tənəffüsü mərisçiliklər ciddi mənada artdı. Baxın, orada torpaq daşınması varsa, burada bizdə quraq, yarı quraq məntəqə olduğumuz üçün zaten bizdə torpaq daşınması var. Yəni, ərazimizin bir çox yerdən yine yanlış ərazi, yanlış idarə biçimindən dolayı belə Urmiya gölündən uzaq mərtəbələrimiz təxrib edilibdir. Elə toz vardı da, bu toza bir də duz qatıldıqdan sonra bu xəstəliklər indidən bəlkə də təhqiq edilib, hangi xəstəliklər burada olacaq, çıxarılması da bir işdir. Yəni, amma bu xəstəliklər burada nə edəcək? Əlbəttə ki, başlayacaqdır. Üçüncü... Məsələn, üçüncüdə saxlayın. Biz mən baxırdım sənətli film ki, hazırlayıblar Aral gölünün quruduqdan sonra ətrafında yaşayan insanlara göstərirdi ki, demək olar ki, millətin yarısına qədəri sil mərisçiliyi tutub. Bu dediyiniz tənəffüzü, bu ağciyərləri çürüyür birdən. Uşaqlar tez ölürlər.
Bir də dəri xəstəliyi tutur. Hə, mən işarət edəcəm ki, dəri xəstəlikləri, çünki bu dəri xəstəlikləri əgər Aral gölündə bir isə, yəni siz baxdığınız bəlgəsəldə Aral, orada məsələn deyəlim ki, 10 kişi dəri xəstəliyinə duçar olubsa, bunu qətiyyətlə demək olur ki, bizdə məsələn 100 kişi olacaq. Çünki yenə daşınan material, daşınan maddə önəmlidir. Burada daha çox zəhərlidir. Tuz daşınır, burada zəhərli maddələr daşınır və sənin dərin, yəni üzük dərisi bağlama şansın yoxdur, əli örtmə şansın yoxdur, açıqdır, şəraiti açıqdır. Bir sürü mərizçiliklər, bir sürü xəstəliklər özü ilə gətirəcək. Bu xəstəliklər indi bizim bir çox yerdə də vardır. Bu quruyan duz göllərinin ətrafındakı bu mərizçiliklərin artdığı görülmüşdür. Bizdə də, yəni biz istisna deyilik ki, yəni biz istisna deyilik, qaşımız şeyimiz yox, gözümüzdən deyil. Üçüncü zatdan devam edin, bəli. Bu mərizçiliyin yanı sıra bir də bir məsələ vardı. Bu ağlımızın ucundan çıxarmamamız lazımdır ki, Urmiya gölü hər kəs, Urmiyədə yaşayan hər kəs bilir. Və faktdə belə Urmiyədə yaşayan qışın Təbrizlə qiyaslarsan, qışın biraz bir 2 dərəcə isti olar. Aynı şərtdir axı. İkisinə deyirik, yəni yarı quraq bölgə deyirik də bura. Bəli. Yayda da gedərsən, yayda da 2 dərəcə daha sərin olar. Əcəba, sərinliyin özümüzə bir soruşalım. Sərinliyin səbəbi nədir? Bəli. Bu səbəb niyə Urmiya gölünün ətrafı, yəni tamam ətrafını deməyəm, amma Urmiya gölündən uzaqlaşdıqca qışda hava soyuyar, yayda da qızışar. İndi baxın, Urmiya gölü 5500 kilometre mürəbbəlik bir alanda su var burada. Biz deyirik ki, bunun 4,5, yəni 4,5 milyar metre mükəb bura su lazımdır. Bu su nə olur? Buxar olur. Buxar olur. Təbxir olur ki, yerinə biz su istəyirik də, su içməyirlər ki, orada təbxir olur. İndi bu təbxir olan suyun bir istilah fizikidə, yəni indi açıqlayacağım, amma olduğu kimi məcburum adını deyəm də, buna latent ısısı deyirlər, yəni. Yəni, farsça desək, hərarət-i penhan, türkçə desək, gizli ısı, yəni. Bu hərarət penhan, gizli ısı, ya latent nədir? Bir şeyə enerji varid edərsən, bir cismə enerji varid edərsən, o cism o enerjiyi bir yerə qədər, bir nöqtəyə qədər qəbul edər. O nöqtədən sonra enerji dubara varid elədiyində o cins təğyir halət verər. İndi misal verəcəm, buna dəyişər. Bu su. Suya biz enerji verdik, 100 dərəcəyə qədər durur, ondan sonra neymiş? Qaynayır. Məsələn, qaynayır, buxarlaşır. Suyun buxarlaşması bir növ enerjiyə, gələn enerjiyə qarşı halətini dəyişdirməkdir. Yəni, bir girəm su üçün 600, təxminən 600 kalori enerji lazımdır. Buradakı bizim enerjimiz nədir? Hərarətdir də. Yəni, biz hesablayın, bu 4 milyar metr mükəb təbxir olan suya enerjiyini siz hesablayın, deyil mi? Girəminə 600 kaloridir. Siz gedin milyar metrə kübə hesablayın, hesab makinası hər halda çalışamaz. Yəni o rəqəmi verə bilməz. Nə qədərdir. Bu enerji nə olacaq? Deyərəm ki, göl qurudu, duzu da yox, duzda danışdıq da, duzdan sonra bu hərarət nə olacaq? Bu hərarət... Yəni, sadə dilində desək, enerji də dediyimiz gündən gəlir. Günəş enerji. Gün dəyir, gün dəyən yer qızır. Su olanda su o günün istiliyinin bir hissəsini alır, buxar edir, ora sərinəyir. Ətrafda yumşatır, bunun fiziki təsiridir də. Neyiniz? İndi bu, deyəlim ki, göl qurudu, bir yay da gəldi, su da yox, bu isti, amma havada var axı bu isti. Bu isti nə olacaq? Bu isti çökəcək o gölün üstünə, o məntəqəyə çökəcək. Məntəqə daha isti olacaq. Məntəqə daha isti olacaq. İndi burada şeydə bir söyləməmdə, deməmdə bir fayda vardır. Bax, başda da dedim. Məntəqələrin iqlim şərtlərini təyin elədiyində 2 endeksdən istifadə edirlər. Yəni, 2 endeks dediyimiz 2 ölçüm nəzərə alırlar. Bunlardan biri hərarətdir, biri yağışdır. Bunları hesablarlar, deyərlər, bunu dünyada təyin edən, məsələn, ambrotermik rəvişlər var, Torrent White rəvişləri var. Bu rəvişə görə bura quraqdır, bura yarı quraqdır.
İndi yarı quraqla quraq arasındakı ora deyir ki, bura quraqda, ora yarı quraq. Sizcə o qədər incədir ki, Urmiya gölü quruduqdan sonra Urmiya gölünün quraq bölgəsinə dönüşmə potansiyeli vardır, qabiliyyəti vardır. O məntəqənin bir çox bütününə. Və bu İndi yarı quraqdır. Yarı quraqdır. Yəni indi yağışlı bir yağışı vardır. Yəni dediyimiz kimi məntəqənin bir qismətinin yarı quraq, bu bir ehtimaldır. Yarı quraqdan quraq bölgəyə təbdil olma potansiyeli vardır. Quraq bölgənin özünə məxsus bitkiləri vardır. Yarı quraq bölgənin özünə məxsus bitkiləri vardır. Belə burada əgər quraq bölgəyə dönüşərsə, duz olmasa da oradakı puşi ciyahı özündən yavaş-yavaş dəyişməyə başlayacaq. Hətta əgər duz dağılmasa belə, yəni bunun hesablanması lazım, bu bir ehtimaldır. Yəni ola da bilir, yarı quraq ola da bilir, olmaya da bilir, amma təsiri hətmən olacaqdır. Çünki burada fiziki bir hadisə var, gələn bir enerji var, suyu buxarlaşdıran enerji var. O enerji nə olacaq? Ora gedəcək və o dönəmdə oranın hərarəti artacaq. Baxın, bu 2 dərəcə ilə 3 dərəcə ilə o tərəf olur. Bir rəqəm çıxıyırlar, bu formulu vardır. İndi o formulun yeri deyil ki, burası qoyursan, məsələ 3 gəlir, deyirsən ki, burası yarı quraqdır. 2 gəlir, deyirsən, burası quraqdır. Bu böyük, biz bu hozəni potansiyel təhlükələrindən biri də budur. Hərarət artanda, tək o deyil ki, o dərd o qədər ki, hərarət artdığında deyirəm ki, bu şicası dəyişəcək ya, hərarət artarsa, sən bir buğdanı 3 dəfə sularsənsə, 4 dəfə sularsın. Çünki buxarlaşma daha fazla izafə olacaq. Sən bir suyu burada, deyəlim hələ əkə bildin. 4 dəfə sulayırsan, bunu bir əkdiyin ziraəti 5 dəfə sulamaq məcburiyyətində qalacaqsan. Bu suyu haradan istifadə edəcəksən? Bu suyu bəlli sənin miqdarda yağışın var da, bu suyu oradan istifadə edəcəksən. Bu səfər ki, göl quruyacaq, deyəlim, heç bir şey olmasa, yenə də sən bir su noksanın, su buhranın olacaq. Sayca da çoxalacaq. Sayca da çoxalacaq. Bu, hər kəs üçün, bugün yönetim için, bugün orada yaşayan insanlar için, burada yaşayan hər fərd için bir məsuliyyətdir bu. Çünki bu hər tərəfdən baxırsan bir faciə getirir də. Görürsən də biz bunu neçə boyutluda, neçə zaviyədən baxırıq. Hamısı faciə var bir məsələdir. İndi bu isı məsələsindən sonra da xəstəlik dedik. Bir də başqa şey vardır. Yəni gəlib bir də bu sosyo-ekonomik zaviyədən baxarsaq, ekonomik bunun nədir? Yavaş-yavaş bir baxın, Urmiya gölünün ətrafı turizm potansiyeli olan bir yerdir, bir noktadır. Yəni buradan sərmayə quzarı ilə ciddi mənada bir ekonomik gəlir sağlama, ekonomik fayda götürmə şansımız vardır. Amma burada olan hadisə nədir? İndi mən sizə soruyorum, Şərəfxana neçə il bundan qabaq sahil idi də? Bəli. İndi sahil mi Şərəfxana? Deyildi artıq. Deyil. Turizm sektoru aktiv, dinamik sərmayə quzarıya ehtiyac duyan bir məsələdir. Sən gəlirsən burada bir də özür dilərim, saxtamana ehtiyac qoyan, yəni əsasi işlərə sərmayə qoya biləcəyin məsələdir. Gələrsən bura sən sərmayə quzarı elərsən, sənin vaxtı sahil şəridin dəyişir. Sahil şəridin hər il səndən uzaqlaşır. Sizə deyəlim ki, bir yabancısınız. Deyirlər ki, Urmiya gölünün ətrafı turizm için yaxşı bir potansiyeldir. Gedib orada sərmayə quzarı elər misiniz? Yox. Çünki sahil hər gün səndən qaçır. Sahil